Kimin ki anası sağdır. Hələ bu xutbədən çıxan kimi ged əlindən öp. Evdə cənnətdə oturub. Evdə cənnətdə oturub. Namaz qılırsan, onu narahat edirsən, o namazın mənası yoxdur. İncimin bu sözümdən, vallah mənası yoxdur. Ana narahat bütün günü, ata narahat, küsüb bundan. Bu neyinir? Bu nə həyat yaşayır? Evdə anan cənnətdir, bir dənə əlindən öp, cənnətin bütün qapılar açılsın üzvə. Bütün qapılar açılsın üzvə. Anasını itirənlər, atasını itirənlər. İndi onlar, gör, adam xütbədə burada baxıram da, başlarım bəziləri salıb aşağı. Onlar deyir, kaş anam, atam sağ olaydı, gedəydim, çıxıb buradan gedəydim, bir də üzündən öpəydim. Sizlər itirməmişsiniz bəziləriniz. Cənnətdir evdə, cənnət. Onu qucaqlama ilə qalxırsan bir dənə yuxarıya. Amma itirənlər də bir dənə salavat göndərməklə, bir dənə dua göndərmək, onlar da o cürlə.